İndi axşamdır. Şabbaz bunu götür. Bu artıq qalanımızdır. Biz yeyib doymuşuq, o bizim əmoğlun payı. Götürək qoyaq o şeyin içinə. Əmoğlun payı. Qəşəng çayımızı içirik. İşığı üzə çıxartmışıq. Götürün öyle qoyun ora. Qardaşlar. Götürün qoyun ora inşallah. Daha bax qəşəng belə. Gedirik telefondan danışaq da işığı zadı söndürmüşük. Hələ ki. Bunları qoşmuşuq. Gələndə də bu deyə bunu təzdən qoşacaq inşallah bura. Səhərdə günəş çıxsa bir dəfə də zaryakka qoyuruq onu Allahın köməkliyi ilə. Çıxmayanda da qoşmaq olur ya o. Yəqin ki havan darma olsa qayacaq. Şapaz onu göt. O göt xahiş edirəm. O tutsu çox oldu. Da yaxşı deyib su, ayaladı o. Tök onun içinə lazım olsa səhər onu aşıracaq. O çölə qoymursunuz. Niyə çölə qoyursunuz ki? Yox, hər aşıracaq. Gələcək ki, əmoğlu yeyib. Narahat olmayın. Oğlunun içəridə işi yoxdur. Zəfər mənim sağ olsun. Sağ olsun ha. Zəfər sağ olsun onu gətirdi, verdi bizə. Bu da belə bir şeydir. İşığımız. Pişir, niyə pişməyib ki qardaşlar? Alacasını götür. Bütün bir yeyin görün nə deyil. Gecə tərəfi. Gələk telefonla danışaq, bilsinlər ki, vəziyyət yaxşıdır. Bu da yaxşıdır, şükür, hər şey qaydasındadır. Neçə il dedi saat? Mən də bu baxım lap belə sadə özümdə. 20:49. 26 yanvar. Külək var. Hiss olunur yəqin ki. Bir-iki dəfə çöldə taxta dəmir tərpəndi. Elə bildik ki, ay gəlib. Xahiş edirəm, onun adı var. Külək seyirsi də. Əmoğlun nə? Bax belə. Gəl sonra da yerimizi yüzümüzü düzəldək. Sonra gecə növbə ilə qəşəng bir odumuzu qoyarıq. Bir dənə bu içinə qəşəng odun atırıq onda. Maşınla gedirik elə. Bəli. Sən də maşın kodlansın da. Bəli. Yaxşı. Şırran dərəsi 26 yanvar. Deməli, xırda qar dənələri yağır. Gəlmişik rəhmətlik Qüdrət əmgilin düz evinin qarşısında. Telefondan canlı yayım elədik. İndə gedirik evə tərəf. Şeyə tərəfdə, yəni qaldığımız yerə tərəf. Qoy bir belə göstərim buraları. Bax, qar yağır belə bilinir. Buz qar yağır, buz qar. Bu da rəhmətlik əmgilin evidir. Baba, ora həyəti filanı. Çay dəhşətli dərəcədə azalıb, quruyub. Demək olar ki, çay donub da yoxdur. Biz də heç nə gəlmişik. Bura kətdə aylar var. Hədsiz dərəcədə çox ay var. Ləpirləri doludur. Hələ görünmür. Şahbaz müəllim. Əl elə görək. Bura bax görüm. Bank hesablarını yoxlamaq yer deyil. Nə qarsan? Sağ ol, gecə Hə? Çox sağ ol, ağzınız var olsun. Hadi salamınız. Sağ olun, əzmənim, çox sağ olun. Sağ ol, qardaş, öpdük, sağ olun. Əzmənim, gəlin. Gəl, nə qədər sonra? Bugün bir şey demişim ben. Nə qarsan Şahbaz? Nədir? Bu gece Ver bax görüm. işte ben de WhatsApp'ta bir şey paylaşın ama. Hə. Uşaqlar gəlin, hələ onun yandı bir qadan zam, gecə işimiz Getdik. olmayacaq, gəlin. Ay, şunu yaman çox yandırdınız, gəlin. 4 dərəcə başlı beldə gecə, hələ saat 14 dərəcə soyuq var. İndi məscidimizin yanından keçirik Allahın iznindən. Gedirik kampımıza. Telefonlarla Gecədə mübarək gecədir, Mirac gecəsidir. içəridə bax məscidimizdir. Məscidin bölümündən keçirik. Mirac gecəsidir bu gecə. Və burada elək Quranlarımızı oxuyalım inşallah. Dualarımızı eləyək. Mirac gecəmiz mübarək olsun. Başlı beldə işğaldan sonraki ilk Mirac gecəsidir. Keçirilir. Peyğəmbərimiz sallallahu əleyhi və
Meyveler hədsiz dərəcədə yerə tökülür, fikir verirsiniz. Gölün ağacı üstü. Gecə Yəni Allah qatmayız. Peyğəmbərimiz bir gecə, değil mi? Məkkədə biz olarkən Dinəs Sultan'a Peyğəmbərimiz miniyə bilərək getdi. Canlı kimi bir şeymiş. Həmin yer xüsusi rənglərmiş, oradan Məscid Əqsəyə gedibdi. Arasından da Məscid Səfərimizi mübarək etsin. Kənddə meyvə bol olduğuna görə yəqin ki, Aydel o meyvələri yeməyə gəlir. Neyləsin? Havanın xəbərim var. Mənfi Mənfi 4 dərəcəsi yoxdur. mənfi 4-sə düşəndə mənfi olur. Olsun. Bu məsələmizə bir baxaq. Hikmət olsun kim gətirir ki, içəri. Bəli. İçəridə yandıraqdan, ha? Akkumulyatorumuzu. Şahbaz müəllim, Bunu qoy altına, ala bunu qoy altına. onu qoy görüm. Hə. Elə görüm. Bir gecə vaxtı gecə idmanı. Üçümüzün dərəvəsi kəsib. Qəşəng sanitar təmizləmədi. Qoy. Sanitar təmizləmədi. Yəni, bax görürsünüz qupquru ağaçlar. Özdə öz, hamısı özümüzün babamız, nənəmiz, qohum-əqrabamızdan gətirdik. Doğruyuruq. Özümüzünkilərdir. Qulaqları halal olsun. Ay qara paltar. Qurumuş ağaçlar ha. Özü qara, paltarı qara. Maşını da verdik, orada saxladıq. Ki, getdik telefonla canlı yayım da elədik. Yəqin canlı yayımızı kanalımızda gördünüz YouTube'da. Hər şey qaydasındadır, əladır. O da bir... Bakın mən şəhər uşağıyım da. Baxanda Sən niyə yoxdur? Vura bilmiş. Onu da kəs, ondan sonra mən keçərəm, yaxşı. İndi Ali... Ver görüm xala. Əla, все, mərvəyə qırıldı. Yoxdur, o yoxdur. Xəta çıxartma. Gəl. Yaxşı. Koymadı ne bura? Gəl, tut, bax. Ya Allah, bismillah. Gördün? Odunu belə vurayım. Kənd uşağı. Mən də proqramçıyam, bax. Bu kətli 10 yaş böyümüşəm. Bu bir, bax. Bir dənə də belə vursam söz. Odunda gözən əsərləmək yoxdur. Yaxsa dəşkiyirsən bir sağ ol sən, Allah. Bu bir. Həqiqətən başqa şeydir. Yaxşı ki mənə də nazik yeri düşmədi. Yoxdur, mən də 2 dənə vurardım yəni. Ana bu yoğunluqda yenə düşür. Və bu yoğun yerləri kim qılır? Əli ilə mən. 4 dənəsini mən qırdım elə bir ki. Sağ olun, var olun. Bəhludayın qadasını alım, baltanın gücüdür bu. Və bu bizim gücümüz deyil. Odunlarımız. Yığ onları bir dənə səlgiyə. Gedək. Məncə bu bəs eləyər. Bəs eləyərək, şaq qalsın. Burada xuruş şeylərdir. Gecə saat neçədir? Saat 22:15, 26 yanvar. Ha. Əsas bunlar ki var. Ha bir dənə bun qoyaq lazım olsa. Qəşəng. O əsas özəyidir. Əlim indi. Ya Allah. Əşək çayını da qaynatıb saç. Elə də qaynasın. Gəl alsın. Məlim də gəlsin. İşıq məsələn necədir? Onun çoxdur, yaxşıdır. Gətir ya Allah. Gəl əlim əlim. Keç. İşığımız. Topluyor ışığımızı. Işığı tut bırak. Ya Allah. Bırak. Bura bizim ışığımız. Bak. Bu bir. Bu iki. Ay maşallah. Işığı bunu koyacağız biz. Allah'ın izniyle. Bunu da bırak. Bir şeyle bağlayalım. Əla. Ha, bunun yeri
Oyunda o Ayrıdır şey da. var, bağlayan adaptörüm var. Onu gətirim onunla bağlayayım. Elə bil sən ki şəhərdəsən. Şəhərdə də işıq belə geçir. Ne oldu hava? Şəhər ya kənd, işıq varsa həyat var. Her şey var kardeşler. Ama ona bu lazımdır. Ki hamısını almışam. El çek sen de mi? Çekirim, Gel bir çekirim. tane otomuza size bir şey gösterir. Şimdi görsen. Bu. Ve bunun başına böyle bağlamaktan Xüsusi. öterin bir kurgudu. Hə. Bunu çıkartsan. Ya bu Bunu bırak olsun. o tərəfdən qoy ki, az bağlaya biləsən. Neyine? Bak bağladım. Bağlayandan sonra bunu böyle bağlayandan sonra. Bunun sıkmağı var düzdür. Ona görə dedim, o tərəfə. Evet, şeye bu sıkıldı. Ha bu var ha. Bunca keçirsən bunun bir dənsinin altına. Ha bunun altına. Bağla da elə fırla ona. Yok hansının altı boş sonra keçin. Ya Fərqi bunun yoxdur, altına vur keçin, getsin. bunun altına. Şö. Ha bu var ha. Hem möhkəm olur. Heç bunu da belə fikirləşirəm ki, bura qoyum. Sən keçsən bəs. Bunu da belə bağlayayım üstündən heç keçməyim onun altına bax. Hələ boşaldım Ada biraz. çıxır, bayaqdan çıxır. Çıxmasın və belə möhkəm otursun ki rahat olsun. Fikir verdiniz? Əla. Hə, bax gəl. Şö, işığımız var. Kulturla. Sağ olun. Gəlin rahat. Keçimiz də qalıyaq işləyək. Çayımız Keçimiz biraz- qaynayıb ayaq dəqiq yanacaq. Qapımızı ötə bilərsə. 15 saniyədən bir musiqini kəsəcəm ki bizə şey yazmasın. Gözden düşür tam yersizdi dizleri. Gitmir her sözleri. 15 saniyədən bir musiqinin səsini kəsdim ki YouTube yazmasın. Gecəniz xeyirli olsun dostlar. Nə tərsiz? Yaxşı. Yenə çayımız qaynayır şükür Allaha. Əsas odur ki, istiliyimiz İstədiyimiz əladır. Su da ləzzət elədi ha. Şükürlər olsun elhamdülillah. İşıq məsələmiz problem yoxdur yenə. Yenə xoddadıq. İndi akkumulyatorda gətirmişəm içəri. İnşallah səhərləri günəş çıxar. İstifadə edərik. Musiqini özüm bilərəkdən arada kəsirəm ki musiqini bizə çox copyright falan yazmasınlar. Aşık olmuştum o gözüm yadına. Aşık olmuştum o gözüm yadına. Sonra fazla değil çatışındadılar. Görək bu variantla YouTube-a fırlaya biləcəyik. Əsas. Ha, bu kampın maraqlı məsələlərindən biri də bax belə bir gecə həyatıdır. Maraqlıdır, rahatdır, gözəldir. Dostlar, gələndə macəramız nətər oldu? Yolda batdıq. Ona baxıram. Başdan başlayaq da deməli. Burada bir neçə yerdə sürüşə gəldik. Əsas macəramız başlı belə yolunda. Ya orada da qoy. Buradan bax. Yaxşı, sənə qoy mən yaxınlaşdıracağam, narahat olma. Qoy kiçik bir anons eləyək. Şö. Kiçik bir anons. Baba belə bir şey paylaşacağım, baxasınız.
Telefondan götürürəm amma normal çəkirəm ki görəsiz. Bu boyda çalağı görməmişik. Növbəti videolarda görüşmək ümidi ilə. Getmişdi telefonlar. Biz həmişə belə fərqli görüntülər çəkirik. Əlim, bunun üçün sənə xüsusi təşəkkür edirəm. Buradan nə gözəllik gəldi. Bunu bax görürsünüz, bu indi işimizə yaradı bu. Onsuz da qoy bir dənə şey verim, qoyaq ora onun üstünə qoyum. Birazdan. Bunu qoyaq. Onun üstə qoyaq. Bir kağıt çıxdıraq. Onları montaj eləyəcəm, indi telefondan göstərdim, inşallah paylaşacağım. Maraqlı kadrlar var. Bəli, maraqlı kadrlar. Həqiqətən bizim bu qrupla olan bu macəralarımız həmişə maraqlı olub, müsbət olub. Texniki vasitələrimiz də normaldır. İndi hal-hazırda elə güclü bir şey gətirməmişik düzdür texniki cəhətdən, amma yəni biraz belə daha peşəkar sistemlər gətirmək üçün elektrik enerjisi mütləqdir. İndi bu qışda bu halla, bu vəziyyətlə, bu sistemlərlə biz bunu çəkə biliriksə, bu da böyük bir şeydir. Yanvar ayının 26-sında saat 23:15-də deməli biz burada oturmuşuq və Allahın izniylə belə bir möhtəşəm gecəni yaşayırıq. Bugün Peyğəmbərimizin Mövlud günüdür. Peyğəmbərimizin Mirac günüdür. Miraca çıxdığı gündür. Allahdan bütün bizi bax bu izləyən tamaşaçılara da duaların qəbul olacağı çox gözəl, firavan bir gün arzulayıram. Bu mübarək gündə İnşallah. Mübarək gündə Şahbaz müəllim, Əli müəllim, bu izləyicilərimizə də nə xoş arzularınız var. Çoxlu salamlarımızı yolluyoruz. Bəli. Bura gəlmək istəyənlər ola bilər. İnşallah onlar da Allahın izni ilə bizə gələrlər. İnşallah. Biz biraz adrenalin dolu yol gəlmişik, özünüz bilirsiniz. Yolda başımıza macəralar gələ-gələ gəlmişik. Ona görə inşallah Allahın izni ilə hər kəsə qismət olar, gələr bu qışda. Əsas niyyətlərimizdən birini deyim, yəni biz istəyirdik ki, başda belə bir qarlı şəkildə görək, düzdürmü? Yaşa bir qar yağsın. İnşallah səhər durarıq ki, o istəyimiz yerinə yetirdik, yaşa bir qar var. Çox sağ ol. Avropaya bürünübdür kəndimiz. İnşallah. Onu da görərik. 5 dərəcə mənfi temperatur olmağına baxmayaraq qar yoxdur. Həməm, sən nə arzuların var? Qar olma ehtimalı var. Gecə 100% yağacaq. Qar özünü göstərir yavaş. Səhər duranda çəkərik inşallah. Tozana xalında yağır. Amma səhər bizə Avropa ilə qarşılayacaq mükəllər yoxsa? İnşallah qarşılayar. Bunu arzulayıb gəlmişik. Onu sabah görəcəyik, o həvəslə gəlmişik. İnşallah onu da görərik. İnşallah. Amma yetərincə istədiyimiz o təbiətdəki gözəlliyi burada görürük. Şıltaqlıq var. Çox adam deyir ki, bu qış vaxtı nəyə gedir? Ay sağ ol. Ona gəl çəkirəm deyirəm də. Amma həqiqətən Bəs mən onu zəhmətimiz ola bilər. Allah burada bir gün, 2 gün həqiqi bir sakit gün keçirək. Çox şükür sağ-salamat gəlib çıxmışıq. İnşallah sağ-salamatda qayıdar. Elhamdülillah. Elhamdülillah. Çox sağ olun. Mən də Allah nəsib elədi gəzintimizə. Bəli. Allah'a şükürlər olsun. Mən də arzusunda olan bütün hər kəsə öz arzusuna çatmağını arzulayıram. Amin. Bu gündə, mübarək gündə gecə dualarımızı eləyəcək. Yəqin ki, bu gecə yatmırıq, söhbət eləyərik, Quranı oxuyarıq. Allahın izni arzulayıram ki, hər kəs firavan, xoşbəxt və öz ürəyi istədiyi nə arzuları varsa, onu keçərləşmiş şəkildə yaşasın və heç zaman naümid qalmasın. Allahdan arzulayıram ki, həmişə evinizdən xoş səs solaq gəlsin, musiqi səsi gəlsin hamınızın və hər zaman xoş anlarla hər gününüzü, hər keçmiş gününüzü xoşanla xatırlaya biləsiniz. Gələcəyiniz də gözəl olsun, keçmişiniz də geriyə baxanda sizin üçün gülər üzlük gətirsin. Günümüzə şükür, şəhidlərimizə də rəhmət olsun. İnsan gərək Namik müəllim böyük şeylərlə yox, belə kiçik şeylərlə xoşbəxt olar. İlla da böyük şeylər insana çox böyük sevinç gətirəcək deyirəm bir şey yoxdur. Bax, kiçik bir vəziyyətdə oturub burada kartof dilimləyib yemək, bir kartof çəkmək, yəni bu insanı həqiqətən xoşbəxt edir. Yəni məni şəxsən xoşbəxt edir, sizləri də yəqin ki o şəkildə xoşbəxt edir. Belə vaxt İnsan yoxsa kiçik niyə gəlir? şeylərlə xoşbəxt olması lazımdır. Yəni problem yoxdur da, insan üçün problem yoxdur. Problemi öz-özünə yaratmasa insan.
Hamımızın işimiz, gücümüz var, ciddi sürətdə işləyirik, yəni təbii ki, amma həyatda işi o dərəcədə də ciddiyə almaq məncə artıq elə də yeri yoxdur. 2 günlük gəlmişik. Hə, qoy işləməsin sistemlər, çöksün sistemlər, qoy işləməsin xəstəxana sistemi, otel sistemi, məktəb, sizin də məktəbdə... İşlərimiz inşallah Yəni, o nə olur olacaq, Allahın bildiyi məsləhətdir. İşlərimiz geçsin inşallah. İnşallah, inşallah. Allah. Şahbaz müəllim, valla mən deyirəm yanır, yanmır, başqa şey keçir, bu. Valla kav olub, qoysun üstə qoydun sən, valla o şişdə qalanlarıdır, qoyduq bura ki, indi heyf olmasın çöldə, əlhəmdülillah, yaxşı qoymuşuq və artıq indi bir abrotda yiyəcək. Saat artıq 23:19, 26 yanvar Salfan var ya, salfan. 2025-ci il və Burada. biz burada axşam çox gözəl bir şərait qurmuşuq. Allah Saməddin müəllimə can sağlığı versin. Onun yerin yurdunu da biz isitdik, bugün belə düzəltdik. Əlhəmdülillah. Bura nətər dağılmış, çox dağılmışdı. Hə, indi əlhəmdülillah. Düzəldib çox şükür. Sağ olsun. Çox sağ olsun. Temperatur neçədir? Temperatura baxmağa gedirəm. Temperaturumuz İçəridə. 9,2 dərəcə. İçəridə yanı yaxşıdır. Nisbi rütubətlik 33%-dir. Bu da deməkdir ki, əladır, normal dəyişək. 9,2 dərəcə, yəni çadır şəraitində bilirsiniz də, belə temperatur mümkün deyil. Yəni bəli, bu 9,3 dərəcə falan belə bir temperaturumuz var. Çox əladır, yaxşıdır. Nisbi rütubətlik normal olması üçün 30 ilə 60 arasında olması lazımdır. İndi 33-dür, onu gəlirəm, bəli, normal nisbi rütubət. Yuxarı olur. Əlimə aldım, isindi 9,5 oldu. Quraq isə 30%-ə qədər olur. Quraq 30%-dən aşağı deyil, Şahbaz müəllim. Bəli, quraq 30%-ə Bəli. qədər, 30-dan 60-a qədər normal, 60-dan yuxarı ifrat var. Onda onun altındakı qaba bir balaca su tökmək, hə. O nəmişliyi o düzəldib bizdə hal-hazırda. Əlimə aldım 9,9-a qalxdı təbii ki, amma Bir də havada su damcısı olanda istiliyi saxlayır. Onu da bəli. nəmişliyin də önəmi var. Su damcısı olanda Quruyub o. Yox, şey deyirəm, 16-dan su deyil. bəli, quruyur. Quruyubsa tökək su biraz. Biraz var, var. Tökək ki, nisbi rütubətli içəridə normal olsun. O nisbi rütubətliyin hesabınadır ha, yəni içəridəki temperatur. Su damcısı havada şeyi saxlayır, istiliyi saxlamağa Gəl, qabiliyyəti var. Mahmud müəllim. Başlayaq. Çay. Bəli, qəşəng bir çay çək. Çay.